Hamıya salamlar. Ümid edirəm yaxşısınız. Mən çox yaxşıyam. Günün hansı saatını məni hardan izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Yeni bir vloqa başlayırıq. Bu vloq adətən pişiklərimdən və bir də kargolarımdan ibarət olacaq. Bunu bilirəm çünki kargolarım var yeni. Onları sizə göstərmək istəyirəm. Həm ev üçün, həm özüm üçün, həm də pişiklərim üçün bəzi şeylər almışam. Onları bir yerdə baxacağıq. Necə gəlib, neçədir və s. Bir də sabah pişiklər günüdür. Pişiklər günü münasibəti ilə bütün pişik olan sahibələri təbrik eləyirəm. Tükləri qədər ömürləri olsun. Başqa məncə bundan yaxşı arzu yoxdur. Beləliklə yeni vloqa başlayaq. Mən indi yürüyüşə çıxmışam. Ümumiyyətlə çalışıram ki, yürüyüşlər eləyim. Bu avtobusu ilk dəfədir biz tərəfdə görürəm. İlk dəfədir biz tərəfdə ancaq bir avtobus keçir binanın qarşısından, yəni. Amma ilk dəfədir bir avtobus görürəm. Görən davamlı işləyəcək, yoxsa burası yol düşüb keçib. Nəysə. Onu deyirdim ki, mən maksimum çalışıram ki, yürüyüş eləyim, addım atım. Çünki artıq işləmədiyim üçün evdə düzdür, ev işlərinin çox olur. Yəni əvvəl işləyən vaxt bu qədər ev işi görmürdüm, amma indi istəyirəm ki, hər yer təmiz olsun. Ona görə demək olar, elə günümün yarısı ev işlərinə gedir. Digər yarısı isə demək olar ki, işimə gedir. Yəni işim dedikdə video çəkmək və onu editləməyi nəzərdə tuturam. İnanın ki, bu normal işdən, yəni hər hansı bir ofis işindən daha çətindir mənə görə. Çünki videoya hazırlıq, sonra videonu çəkmək, onu editləmək, alınmayıbsa sıfırdan yenidən çəkmək. Yəni həqiqətən çox sevirəm eləməyi, amma yorucudur. Ona görə də demək olar, həm də havalar istidir deyə gündüzə yürüyüşə çıxa bilmirəm, ancaq axşam saatlarında. O da elə olur, Kamranla bir yerdə çıxırıq, elə olur, Kamran yorğun olur və yaxud da ümumiyyətlə evdə olmur. Ona görə də tək çıxıram. Bugün də tək çıxdığım günlərdən biridir. Dedim, vlogu başladım. Sonra evə gedəndə sizə gündüz açdığım bir Temu bağlaması var, onu göstərim. Sonrasında pişiklər üçün sifarişlərimizi göstərəcəm. Belə. Bir də onu demədən keçmək istəmirəm. Bilirəm ki, məndən şikayətçisiniz son vaxtlar. Rəylərdə, Instagramda yazırsınız ki, bəs niyə vloglar yoxdur və s. Bayaq da dedim ki, günümün yarısı video editləməyə gedir. İndi deyəcəksiniz ki, axı hər gün YouTube'a video atmırsan, düzdür. Bu arada yol gedirəm və yolda elə bilirəm ki, video çəkəndə təbii ki, bu belə deyil, amma elə bilirəm ki, hamı mənə baxır. Ona görə belə hamını nəzarətdə saxlamaq üçün yola baxıram. Üzrlü səni tam sizə baxıb danışa bilmirəm. Onu deyirəm ki, deyəcəksiniz ki, bəs hər gün vlog atmırsan, niyə gününün yarısı videoya gedir? Çünki mən Instagrama hər gün video atıram. Yəni, çox nadir halda həftədə bir dəfə falan video atmıram, qalan günlər elə həmin gün çəkirəm, sonra da editləyib paylaşıram. Çünki Instagrama bir gün video atmayan kimi elə bir alqoritma talan olur. Onsuz da mənim izlənmə sayılarım mənə elə gəlir ki, nisbətən azdır. Təbii ki, ChatGPT və yaxud da ətrafındakı təcrübəli şəxslərin dediyinə görə çox yaxşı irəliləyirəm, amma mənə görə azdır. Ona görə hər gün video atmağa davam edirəm. Instagram adımı videonun üzərində qeyd edəcəm. Bir də linki də açıqlama bölməsindən daha rahat şəkildə bir barmaq toxunuşu ilə keçib məni Instagramda takip edə bilərsiniz. Nəysə, danışaraq yerimək çətindir. Nəfəs-nəfəsə qaldım. Ona görə də video səndürəm. Bir də evdə yenidən başlayacağım. Bu arada indi gəlmişəm Olivia'ya. Instagramda məni izləyənlər bilir ki, Olivia'da olan bütün indirimlərdə ən sevdiyim məhsulları göstərmişəm. Sadəcə indi bir dənə dodaq boyası var, onu çox istəyirdim almaq. Ona görə də gəlirəm bu dodaq boyasını götürməyə. Daha doğrusu gəldim bu dodaq boyasını götürməyə. Bu Billur düzəyinin 4 nömrəli belə bir dodaq boyasıdır. Əslində bunun parti yazılanı var, onu axtarırdım. Sadəcə artıq 2-3 filiala baxdım, yoxdur deyə. Düşünürəm ki, eyni effekt olacaq. Çünki hər ikisi yaş effektlidir. Ona görə də bunu götürürəm. Bu arada qiyməti 7 manatdan 4 manata düşüb. Sonra biraz da mağazalar gəzdim. Tək New Yorker'də bu iki futbolkanı çox bəyəndim və bunun çox oversize olduğunu düşünərəkdən götürmədim. Çünki mən artıq özümə söz vermişəm, çox bol paltarlar geyinməyəcəm. Amma belə bir köynək bəyəndim. Bunun qəhvəyi rəngi, M razmeri özdə bir neçə ədəd var idi. Bilmirəm niyə almadım, amma kaş alsaydım. Çünki həqiqətən çox bəyənmişdim.
Növbəti gündən salamlar. Tosi səhər-səhər səsini atıb başına, çünki biz Tosi ilə Miyanı bir yerdə aparırıq. Peyvəndə bu artıq onların 3-cü peyvəndidir və əvvəlki peyvəndindən tam 21 gün sonra quduzluq peyvəndinə aparırıq. Gedək başımıza nə iş gəlir. Mən də çəkdim, mən də çəkdim. Mənim bir şey xoşuma gəlir ki, hər dəfə peyvəndə gələndə mütləq şəkildə müayinə olunur pişiklər, daha sonra peyvəndlər vurulur. Burada da ürək döyüntülərini yoxlayırlar. Birdən dişli bizi biabır eləyərsən, eləmə. Normal olur. Спасибо. Necə şuram atıbsa hələ qalır. O qalacaq, qaralacaqsın şöyle. Yaxşı. Ömründə belə şükür almışdı. Şey yox. Cızlarını qasaqdı. Ay qız, qaçma bura gəl. Çox gözəl. Bir dəfə də məni təmizlə sən. Məni niyə təmizləmirsən? Yox. Bilən, qardaş hazırlanma. Bilməm, aşağıdan. 104 tarixdə. 4 ay olacaq. Aprelin 10-u Birinci gün doğulublar. Çok güzel. Zaten soğundu, nədir bunun tünsülüdü. Babun. Tutsuz elə heyvan agresiv. Bunlar ürəkdirlər axı. Hava belə aslında. Gözlüyü nətər kilo neymişsiniz bala siz? 2 kilo 270 gram. Kilo 220 gram. Ve bitti. Qıçımı qaldır get. Qıçımı qaldır get. Sana sal elini içeri. Sal elini içeri. İçeri sal deyirəm sana. Ha uşaq, içeri sal elini. Haradır bura? Getdiniz iynələriniz gəldiniz. 5 dəqiqə vaxt tapan kimi gəlib tez bu piroqu hazırladım. Çünki fikir verdim ki, bunlar tüklü şəftəlidir. Bu arada ona görə elə görünür. Qaynatamcıl göndəriblər. Ümumiyyətlə çox meyvə göndəriblər. Mən çox meyvə sevən biriyəm. Sadəcə olaraq indi diyetdəyim də çox yeyə bilmirəm. Ona görə də fikir verdim ki, artıq meyvələr xarab olur. Mən də düşündüm ki, bu tüklü şəftəlidir, düzdür, amma yenə də dəyərləndirib belə bir piroq hazırladım. Düzdür, mən bu piroqdan yeməyəcəm. Dediyim kimi diyetdəyəm, amma evə qonaq gələr, yenə bilim, Kamran yeyər. Ona görə də bişirdim ki, evdə olsun. Həm də meyvəni atmaqdansa belə dəyərləndirmə daha yaxşıdır. Burada da zoğalım var. Zoğalı da yumuşam, qoymuşam belə ki, biraz suyu çəkilsin. Bundan da mürəbbə hazırlayacağım. Düzdür, ilk dəfə də mürəbbə hazırlayacağım. Bilmirəm necə olacaq, amma düşünürəm ki, bir banka mürəbbə də olsa nəyimiz yana gedir. Çünki bundan başqa bir şey ağlıma gəlmir ki, nə hazırlayaq. Belə, sadəcə olaraq şəkər tozumuz yoxdur. Gözləyirəm biraz hava düzəlsin, ən azından biraz istilik getsin. Bari aşağı düşüm, gedim şəkər tozu alım, gəlim bunu tam hazırlayayım. Yerdə qalan meyvələrin də çürüklərini atdım. Belə təmiz olanlarını yudum, səlqəyə saldım. Burada desəm dəniz oğal yumuşalıb. Hə, amma yaxşıdır. Deməli, belə qaba qoydum, stolun üstünə qoydum ki, göz görsün, yeyilsin. Çünki yoxsa xarab olacaq. Instagramda artıq bunu post olaraq paylaşmışam. Orada məni izləyirsinizsə görmüsünüz böyük ihtimal. Amma orada görməyənlər üçün istəyirəm ki, burada da paylaşım. Belə bir aksesuar sifariş eləmişəm. Çox qəşəngdir, mən çox bəyəndim. Mirvarilərdir. Baxın, belə sırğaları var. Daha sonra bu biridir. Yəni bu ayrı satılır. Bu ikisi isə ayrı satılır. Bu biləkliyidir, bu isə boyun bağısıdır. Daha sonra belə bir diş ipi almışam. Təsəvvür edin, burada 600 ədəddir və çox münasib qiymətə idi. Burada bu diş iplərin 50 dənəsini 1 manat 10 qəpiyə satırlar, amma burada 600 ədədin. Videonun üzərində zaten qiymətləri qeyd edəcəm və siz artıq görmüsünüz neçədir. Bu arada bunlar nömrə 1-də idi. Yəni satış olaraq 1 nömrəlidə idilər. Ona görə də bunu seçdim. Ona görə çox da risk elədim bu boyda almağa. Bu mənim Decathlondan aldığım yeni kupaynikimdir, amma təəssüf ki, bunu göstərə bilməyəcəm. Sonra
belə bir kabro sifariş eləmişəm. Bu kabronun üstünə əgər su dəysə, baxın, belə deyim də, belə keyfiyyətlidir. Amma üstünə su dəysə, setka dəysə və s. təbii ki pozulacaq. Yəni bunu lap mən almışam bunu səhvlərimcə 1 manat 60 qəpiyə falan. Amma bunu lap 5 manata da alsaz, üstünü biraz nə ilə sürtsəz ya da su dəysə çox, avtomatik olaraq onsuz da məncə pis olacaq. Yəni sadəcə bunun tək mənfisi odur ki, amma mən çalışıram ki, içərisi parça olsun. Bunun içərisi belə silikondur. Sadəcə tətildə istifadə edəcəyim üçün problem deyil. Sonra 2 dənə eynək almışam. Biri belə ağ rəngdə eynəkdir. Belə. İndi gözümdə də göstərəcəm. 2 dənədir, gəlin bu olsun 1 nömrə. Bu belə. Bu nisbətən çox da keyfiyyətliyə bənzəmir. Düzdür, bunu alandan bəri taxmışam bir dəfə. Elə aldığım günün axşamı idi, səhvləmirəmsə, taxmışam. Əlimdən bir dəfə hətta yerə düşdü, amma heç nə olmadı. Yəni cızılmadı, heç nə olmadı. Çox münasib qiymətdir, amma yəni o qədər də belə möhkəm deyil. Amma bu ona nisbətən 1-2 manat baha idi. Amma çox yaxşı, keyfiyyətlidir. Çox belə dözümlüdür və möhkəmdir. Bu da belə bir eynəkdir. Bu da olsun 2 nömrə. Sizcə hansı mənim üzümə daha çox yaraşdı? Mütləq şəkildə öz fikirlərinizi rəydə yazmağı unutmayın. Ağ mı yaraşdı, qəhvəyi mi və yaxud da 1 nömrəmi yoxsa 2 nömrəmi? Sonra belə bir şilyapa almışam. Mənim evdə o bildiyiniz çox böyük dəniz şilyapalarından var idi. Amma onu taxmağı sevmirəm o qədər də. Niyə almışam heç onu da bilmirəm. Əslində belə bir şilyapa görsədim, yəqin ki beləsini alardım. Sadəcə niyəsə eləsini götürmüşəm, bilməyib. Maldivə gedəndə, ona görə də bu sezon üçün belə bir şilyapa almışam. Bunu da saçımda göstərəcəm. Şilyapanın isə başda duruşu belədir. Mən çox bəyəndim. Həm saçı yığılı istifadə eləmişdim. Daha doğrusu Instagram video çəkəndə orada göstərmişdim. Elə də bəyənmişdim, belə də bəyəndim. Sadəcə indi makyaj falan eləyəndə ya da ümumiyyətlə çimərlik outfitinə girəndə çimərlik geyimlər geyinəndə daha da yaxşı olacaq. İndi biraz qəribə görsənir özümə də. Amma belə keyfiyyəti, materialı, sonra ümumiyyətlə tikilişi, hər şeyini çox bəyəndim. Onsuz da həqiqətən də çox satışı olan bir şilyapadır. Bu arada deyəcəksiniz ki, orada videoda da danışırsan, amma niyə üstünə səs yazırsan? Çünki videonu koridorda çəkmişəm, amma niyəsə səsim echo verib və o səs sizi narahat eləməsin deyə mən yenə də sizi düşünərəkdən canım izləyicilərim, ona görə də üstünə səs yazdım. Sizi bu qədər düşünürəm, bu qədər sevirəm. Xahiş edirəm, siz də məni sevərəkdən abunə ol tuşuna basın. Videomu like edib, fikri bildirin. Bu məni çox sevindirir. Sonra belə bir ayaqqabı üçün salmışam. 10 ədəd var bunun içində. Sizə belə göstərə bilərəm, baxın. Belə bir səyahətə gedəndə ya da hər hansı bir yerə gedəndə ayaqqabı daşımaq üçün çox ideal bir kisədir. Ağzı yaxşıca bağlanır, möhkəmdə ağzı. Yəni belələrdən açılmır. Daha sonra içərisində də mənə elə gəlir ki, hardasa 41, hətta 42-43 razmerli ayaqqabıları belə yerləşdirmək olar. Keyfiyyətdə pis deyil. Yəni belə çox dəhşət nazik də deyil, amma çox qalın da gözləməyin. Yəni bu qiyməti məncə əladır. Qiymət performansdır. Daha sonra belə bir metrə var. Bizim evdə metrə varidəsində iynə sap qabından çıxan, amma niyə sonu itirmişik, bilmirəm hara qoymuşuq, neynəmişik, tapa bilmədim. Amma yenə də olsa belə bunu alardım. Çünki bu bildiyimiz metrələrdən deyil. Baxın, dartıram, buraxıram, olduğu kimi qalır. Yəni istənilən bir ölçü götürmək istəsiniz, belə eləyib buraxanda sırası itmir də, ölçü qalır. İşinizi gördükcə baxa bilərsiniz həmin ölçüyə. Elə normal ölçüdəki kimi belə və belə. Hər iki üzü uyğundur. Daha sonra düyməsinə basanda geri qayıdır. Bir də bunu daha da yaxşı edən odur ki, bunu knopkasına taxırsınız. Tam taxandan sonra artıq tutaq ki, ölçmək istədiyiniz hissəni belə açıb ölçürsünüz və buraxanda avtomatik olaraq həmin hissənin ölçüsünü götürmüş olursunuz. Məsələn, belimizi ölçməyə bu idealdır şəkildə göstərəcəm sizə. İstəsəz də tutaq ki, biraz geniş oldu, biraz basırsınız belə belinizdə tam oturturandan sonra. Yəni ideal bir məhsuldur. Bəyəndim. Bir də son olaraq
Son deyil. Temu sifarişlərindən bir dənəsi artıq gəldiyi gündən bəri əynimdədir. Elə onu əynimdə göstərəcəm. Tam naxışlarına yaxından baxa bilərsiniz. Uzunluğu isə mini bir ətək, mini bir don qədərdir məncə. Qabaq hissəsində də belə detayı var. İndi modelin əynində də qoyanda daha aydın olacaq. Çünki bunu mən əynimə geyinib göstərə bilməyəcəm. Təəssüf ki. Bel hissəsi də belədir. Amma keyfiyyətini çox bəyəndim. Yumuşaqlığı, keyfiyyəti çox qəşəngdir. Ümumiyyətlə, buradakı sifarişlərimin hər birindən çox məmnunam, çox bəyəndim. Məncə, hamısı qiymətinə layiq məhsullardır. Bunun elə rənginə uyğun olaraq belə bir şort almışam. Materialı, yəni qiymətinə görə keyfiyyəti çox əladır, çox bəyəndim, çox rahatdır. Materialını isə belə yaxından baxanda yəqin ki, başa düşəcəksiniz. Burada əsnəyən bir ədəd toysi, bir dənə də yatmış gözəl. Hazır bu sifarişimiz də gəlmişkən istədim ki, bu videoya əlavə edeyim. Bəlkə saxlayıb başqa bir videoya da əlavə edə bilərdim. Sadəcə düşündüm ki, burada adətən pişiklərə lazım olan əşyalardan ibarət bir bağlamadır. Ona görə də düşündüm, bəlkə kiminsə buna ehtiyacı olar, pişik olanlar xüsusən də. Deməli, karqonu Kamran açır bu arada, mən də səsləndirirəm. Bu altlıqdır. Bunu daha əvvəl də sizə göstərmişdim ki, qum qabın altına qoyursunuz və çox rahat şəkildə ətrafın batmağını önləyirsiniz, türklər demiş. Bu ağ qabda olan çox maraqlı bir şeydir. Bu yeməklərini tökmək üçün plastik qabdır. 3 litrə qədər tutumu var. Tək yeməklərini tökmək üçün yox, başqa şeylər üçün də istifadə edə bilərsən. Mən o məqsədlə sifariş etmişəm. Bu bıçaq itiləyəndir. Bunu yoxladıq. Həqiqətən də çox yaxşı itiləyir. Qiyməti də çox münasibdir. Bu da boyunda o hava yastığı, yoxsa boyun yastığı, nəysə. Bu da qum təmizləmək üçün setkasıdır. Bizdəki gözləri iri-iri idi deyə təmizləmək çətin idi. Bayaq dediyim o maraqlı əşya isə budur. Onlara sırf qum qabı almışıq ki, üstü bağlı, ağzı bağlı. Həm qoxunu çölə verməməyi, həm də ki, təmizliyi daha da artırmaq üçün belə bir metoda baş tutmuşuq. Üstündəki də bu arada qoxu önləmək üçündür. Boyun yastığı isə səndə mənə nəfəslə üfürülürmüş. Sadəcə bir sifarişin sonunda tələsib onu vurduq. 1 manat neçə qəpik idi, səhv eləməmsə, sırf kargo pulsuz olsun deyə. Amma o qədər narahat, o qədər keyfiyyətsizdir ki, almağa dəyməz. Kargomuz bitdi. Bu günlük də bu qədər. Növbəti vloqlarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Hələlik.